Xırdalan şəhərinin mərkəzində ideal bir kompleksdən 3 otağa düzəlmə mənzil təqdim edirəm sizlərə. Mənzilimiz ideal bir proyektdədir dəyərli izləyicilər. 3 otağı elə düzəlib ki, bütün otaqların pəncərəsi var. Təqdimata başladıq mətbəx hissəsindən. Geniş bir mətbəxi var, görürsüz. İşıqlı və birbaşa eyvana çıxışı olan. Keramogranit gördüyümüz hissələr hər biri isti döşəmədir. Bir daha baxaq, mətbəx mebelimiz quraşdırılıb, hazır köç yaşa vəziyyətdə. Mənzilimizin əsas giriş qapısı. Giriş qapıdan daxil olduq. Solda sanuzel qovşağımızdır. Bütün aksesuarları qoyulub, hazır vəziyyətdə. Bina tam yaşayışlı binadır, dəyərli izləyicilər. Çox mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir mənzilimiz. 2 ədəd sürətli lifti var. Sənəd kupçadır, kupça hazır əldədir. Alqı-satqıya birbaşa getmək mümkündür. Mənzilimiz yeni təmirdən çıxıb, təmirdən sonra yaşayış olmayıb. Təmiri çox gözəl, səliqəli şəkildə görülür. Əsas giriş qapıdan daxil olduq, sağ tərəfdə belə bir qardirob üçün yer nəzərdə tutulub. Qonaq otağımız yerləşir burada. Görürsünüz, ölçüsü də çox gözəl, əla, genişlikdədir. Twistent nəzərdə tutulub soldakı divarda. Pərdə, lüstra hər biri quraşdırılıb, hazır köç yaşa vəziyyətdə. Xırdalan şəhərinin tam olaraq mərkəzində yerləşir, dəyərli izləyicilər. Yerləşmə yeri ideal bir ərazidir. Daha bir yataq otağımız buradadır. Özünə məxsus pəncərəsi ilə. Digər yataq otağımız bu hissədə yerləşir, dəyərli izləyicilər. Bu otağımızın da özünə məxsus pəncərəsi var. Yəni 3 otağa ideal şəkildə düzəlib. Bütün otaqların pəncərəsi var, dəyərli izləyicilərim. Xırdalan şəhərinin mərkəzində bütün iaşi obyektlərinə, dövlət əhəmiyyətli obyektlərə yaxın ərazidə yerləşir. Prospekt yolun tam olaraq yaxınlığındadır. Keçək eyvanımıza, mənzilimizin eyvan hissəsini sizlərə təqdim edim. Bu hissədə yerləşir mənzilimizin eyvanı. Görürsünüz, belə bir eyvanımız var. Keramogranit gördüyümüz bütün hissələr isti döşəmədir. Ətraflı məlumat üçün 050 521 41 88 nömrəsini yığırsınız. Bu və ya digər elanlarımız barədə məlumat ala bilərsiniz. Bu günə bu qədər, növbəti çəkilişdə görüşənədək.